Uşaqlar, ümid edirəm yaxşısınız, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 4 olacaq. Bir-birimizi dinləyirik. Gəlin görək bu mövzuda nələrdən danışacağıq, nələrdən izah eləyəcəyik və s. və s. Uşaqlar, açar sözlər nədir? Səbirlə dinləmək, diqqətlə baxmaq, sakit səslə danışmaq. Bir-birimizi dinləyərkən ən çox diqqət etməli olduğumuz 3 əsas səbəb. Səbirlə dinləmək, diqqətlə baxmaq və sakit səslə danışmaq. Səbirlə dinləmək, qarşı tərəf nə qədər danışırsa danışsın, sizin ən azından səbirlə dinləməyinizi və diqqətlə qulaq asmağınızı, baxmağınızı tələb edən ən vacib nüansları var ki, qarşı tərəfin əl-qol hərəkətlərindən belə dediyi bir şeyin düzgün olduğunu və yaxud yanlış olduğunu və yaxud necə hadisələrin necə törədildiyini rahatlıqla təmin eləyə bilərsiniz. Yəni təxmin eləyə bilərsiniz daha doğrusu. Sakit səslə danışmaq isə sizə əslində öz güvən verir. Yəni mən necə danışıramsa siz də o cür danışmalısınız. Bir mesajını göndərmiş ola bilər. Eyni zamanda sakit səslə danışmaq tək bu mesajı ifadə eləmir. Eyni zamanda sizi ətrafdan dinləyə biləcək olan şəxslərin sizə müdaxiləsini azaldır. Siz daha özgüvənli, daha rahat, eyni zamanda heç kəsi ictimai asayişi pozmadan, kimlərinsə qınağına gəlmədən danışa bilirsiniz. Şəkildəki uşaqlar nə edirlər? Şəkildəki uşaqlar bir-birləri ilə söhbət edirlər. Sizcə Elxan Sevili maraqla dinləyirmi? Bunu necə müəyyən etdiniz? Bəli, Elxan Sevili diqqətlə dinləyir, çünki o danışarkən böyük ehtimal Sevil burada hər hansısa bir nədənsə maraqlı söhbət edir. Elxan isə Elxanı isə bu qədər sevindirib ki, hətta Elxan düşünür ki, yəni görəsən bu necə ola bilər? Yəni Sevilin danışdığı ona maraqlı gəlib. Yəni Elxan da deyir, "Vau, necə də gözəl bir şeydir. Bu necə ola bilər?" Yəni deməli Elxan onu diqqətlə dinləyir ki, hətta onun dediklərini düşünə bilir. Aha. Fəaliyyəti deməyə ehtiyac yoxdur. Bu məktəbdə ola biləcək prosesdir. Çünki biz məktəbi izah eləyə bilmirik. Öyrənmə və hekayə. Kobudlar ölkəsi. Uşaqlar, bilmirəm, mən bunu danışmağım sizə çox uzun gələcək. Çünki gəlin öyrənək yaxşı. Sənan Kobudlar ölkəsinə səyahət etdi. Orada balaca monsterlar yaşayırdı. Onlar bir-birinin sözünü kəsir və qışqıra-qışqıra danışırdılar. Sənan balaca monsterlara yaxınlaşıb, gəlin dost olaq dedi. Monsterlar qışqırığı dayandırıb dedilər, bizim ölkədə heç kimin dostu yoxdur. Sənan dedi, ona görə ki, siz nəzakət qaydalarına əməl etmirsiniz. Monsterlar soruşdular, hansı nəzakət qaydalarına? Sənan cavab verdi, sizə bir şey söyləmək istəyən yoldaşınızın üzünə baxın və bu zaman o biləcək ki, onu dinləməyə hazırsınız. Həm söhbətinizi səbirlə dinləyin. Danışmaq növbəsi sizə çatana qədər danışanın sözünü kəsməyin. Monsterlar bir-birinə baxdılar. Dostumuzun olmasını istəyiriksə bu qaydalara əməl etməliyik. Birdən anasının səsi gəldi. Sənan, oyan, məktəbə gecikirsən. Ana, axı mən hələ... Sənan yuxusundan mızıldandı və gözlərini açdı. Deməli, bu nə imiş? Sənanın yuxusuymuş uşaqlar. Sizcə monsterlar niyə birlikdə öyrənməyi, oynamaq və dost olmağı bacarmırdılar? Çünki onlar həmişə qışqırırdılar, bir-birlərini dinləmirdilər, bir-birlərinin sözünü kəsirdilər və dəcəllik edirdilər. Siz onlara necə kömək edərdiniz? Mən onlarla ümumi bir söhbət keçirərdim və hər birinə necə davranmalı olduqlarını öyrədərdim. Eyni zamanda bunun üçün də sonda bir tədbir keçirərdim və bu tədbirdə hər kəsə müəyyən söz haqqı verərdim ki, digər dostları da onları səbirlə dinləməyi öyrənsinlər. Monsterların ölkəsi üçün hansı adı təklif edərdiniz? Monsterların ölkəsi üçün. Məsələn, monsterların ölkəsinə kobudlar ölkəsi deyildilər. Mən deyərdim ki, mən Monsterland deyərdim. Çünki uşaqlar, bura yazacağım onu. Bəli uşaqlar, buyurun, baxın yazdım. Altından da xətt çəkirəm, baxın, budur. Monsterland. Burada monster yazılan hissə var ya, baxın, bu yaşıl hissə ilə eləyəcəm. Bu monster demək deyil. Bu land isə ingiliscə
torpaq mənasını verir. Yəni monsterlar torpağı, monsterlar ölkəsi, monsterlar yeri, ərazisi kimi də ifadə olunur. İndi siz fərqli şeylər qoya bilərsiniz. Məsəl üçün mətnin adı. Kobudlar ölkəsi. Siz də qoyun ki, problemlər ölkəsi məsələn. Çünki bir-birini xaoslar diyarı qoya bilərsən. Çünki məhz bir-birini dinləməzlikdən gələndə nə baş verir? Problemlər ortaya çıxır. Hər kəs öz işini yerinə yetirmir, kimsə kimdənsə kömək eləyə bilmir, bir-birini əzir. Belə olduqda nə olur? Faciələr olur, problemlər olur. Siz istədiyiniz adı qoya bilərsiniz. Mən qoydum Monsterland. Biraz cool adı oldu da uşaqlar. Sonra sizcə bunları izah elədim. Tapşırıq. Hər şəklə uyğun nəzakət qaydası ilə əlaqələndirin. Danışana diqqətlə qulaq asıram. Kimsə kobudluq edirsə ona başqalarına mane olduğunu sakitcə deyirəm. Danışanın sözünü kəsmirəm, onu sonunda dinləyib sonra cavab verirəm. Okey, gəl izah eləyək. Aha uşaqlar, gəlin yenə rəngimizi seçək. Bu dəfəki olsun bu rəng. Danışana diqqətlə qulaq asıram. Bir dəqiqə uşaqlar, bunu biraz belə eləyim. Aha. Danışana diqqətlə qulaq asıram. Deməli, birinci şəkil oldu hansı? Birinci şəkil niyə belə oldu ki? Danışana diqqətlə qulaq asıram. A variantı gəldi buna. Baxın buna. Kimsə kobudluq edirsə ona başqalarına mane olduğunu deyirəm. Bu gəlir birinciyə. Belə. Danışanın sözünü kəsmirəm, onu sonadək dinləyirəm. Bu da gəlir bura uşaqlar. Belə. Nəzakət qaydalarına nələr daxildir? Bir-birinə diqqətlə qulaq asmaq, sonra bura baxaq uşaqlar, nəzakət qaydalarına baxın, burada yazılıb. Səbirlə dinləmək, diqqətlə baxmaq, sakit səslə danışmaq. Bu, bir-birimizə olan nəzakət qaydalarını özündə ehtiva edir. Təbii ki, bura əlavələrimiz də ola bilər. Səbirlə dinləməyə deyə bilərik ki, məsələn, səbirli davranmaq, diqqətlə qulaq asmaq, sakit səslə danışmaq, sonacən dinləmək və s. İstədiyinizi əvəz eləyib əlavə eləyə bilərsiniz. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Sonda nəzakət qaydalarına əməl etmək nə üçün vacibdir? Bunu şərhlərdə sizdən soruşuram. Görüm kim doğru cavabı verəcək. Sağ olun.